Allah Taala'nın bir insana hidayət verməsi insanın hansı əməlinə görədir? Həm sual verir ki, yəni namaz qılmayanlardan fərqimiz nə olub ki, və yaxud da fərqiniz nədir ki, Allah sizi seçib? Elhamdülillah, Allah istədiyinə hidayət verir. Fərq onu demək çətindir. Sadəcə insan özü istəməlidir. Özü istəyəndə Allah qapını açır. Təbii ki, o namaz qılmayan o istəmir, qılmır. O istəsəydi, qılardı. İstəməyəndə cürbəcürdür. Biri deyir ki, başlayanam pensiyaya çıxandan sonra və ya cavanam və ya Moskvaya gedib gəlim, bir-iki də işim var. Və ya deyəcək, mən namaz qılmam, təkəbbürlüyündən. Yəni, namaz qılmayanlar cürbəcürdür. Bəzilə hətta namazı qəbul eləmir fərzliyin. Deyir ki, qəlbin təmizsə qutardı. Bunlar hamısı səhv fikirlərdir. Böyük günah sahiblərdir. Namaz qılmamaq ən böyük günahlardan biridir. Şirkdən sonra. Ən böyük günahlardan biridir. Bəzi hətta elələri var ki, deyir ki, mən günah eləmirəm ki. Ona görə məndən namaz vacib deyil. Hələ bir başa düşmür ki, namaz qılmamaq özü ən böyük günahdır. Sadəcə insan özü də istəməlidir. Allah Taala buyurur ki, وَمَا تَشَاءُونَ إِلَّا أَنْ يَشَاءَ Allah. Siz istəməzsiniz, hatta Allah istəməyincə. Yəni, Allahla istəyimiz bağlıdır. Biz gərək istəyək ki, Allah da bizə yol açsın. Qılmayan özü istəmir ona görə. İstəmir. Ya saxlayıb pensiyaya, ya Allah bilir hara. Ona görə. Və kim ki namaz qılır, elhamdülillah böyük nemətdədir. Deməli, Allah Taala onu istəyib, verib onu. Bəli.